həmişə dua edin. O duaları yalnız harasa yola çıxanda yox, elə erkən oyananda özünüzə dua edin, yaxınlarınıza dua edin, yemək süfrəsinə əyləşəndə dua edin. Çünki bir şey deyim, bir-birinizi sevin. Hər gün bir-birinizi qucaqlayın, bir-birinizə xoş söz deyin, bir-birinizi öpün, bir-birinizin xətrinə dəyməyin. Çünki hamımız yola çıxırıq, fərq etmir göydə və yaxud da yerdə, suda, quruda, hər an nəsə ola bilər. Ona görə hərdən bir-birimizin xətrinə dəyəndə üzr istəməyi belə bacarın. Çünki həyat o qədər qısadır ki, səhər insanlar kimi dostunun yanına dincəlməyə gedir, kimi iş dalınca gedir, kimi valideynini görməyə gedir. Yəni, inandırım ki, sizi həyat bir an yox olur bizim üçün. Ona görə də həmişə sevin bir-birinizi, dua edin bir-biriniz üçün. Bundan gözəl heç nə yoxdur. Maddiyatı da qoyduq, pulu da qoyduq, varı da qoyduq. Heç kimi heç nə aparmayacaq bu dünyadan özü ilə. İnandırım ki, heç nə aparmayacaq. Bu daha pis faciəyə nəticələnə bilərdi. Heç birinin tikəsi tapılmazdı. Və